Mən belə şeylərə inanmırdım. Amma məni inandırdılar ki, bu mümkündür. Nə mümkündür? Ruhların səsini eşitmək. Bu necə ola bilər? Kimdir bu kız? Dəniz Abbasova 12 yaşında itkin düşüb. 30 il sonra dəniz tapılır. Amma maraqlısı odur ki, dəniz tapılanda hələ də 12 yaşında idi. Məndən nə istəyirsiniz? Siz bizimlə işləyəcəksiniz. Siz kimsiz axı? Dövlət. Bəs mən kimə? Sizin sayənizdə biz gələcəyi görəcəyik. Baş verəcək cinayətlərin qarşısını almaq üçün yeni bir metod. Dənizin yuxuları. O yuxularında gələcək görür.